Колени прямые, дыхание равномерное. Смотрим назад через ноги. Медленно, плавно поднимаемся. Кто-то уже поднялся. Дальше всех. Выше всех. И давайте последний раз. Через поясницу. И постепенно, по мере того, как руки скользят, происходит наклон. Не наклоняйтесь специально, наклоняйтесь только по причине того, что руки скользят по задней стороне ног вниз. Дышим равномерно носом. Медленно, плавно поднимаемся. Salam əziz dostlar, bugün mən ofis əməkdaşlarına müraciət edəcəm. Çünki Tai Chi bütün dünyada ofis əməkdaşları arasında çox böyük həcmdə yayılıb. Çünki ofisdə işləyən insanlar, onlara konsentrasiya, səbir, hansısa layihədə yüksək enerji lazımdır. Ona görə Tai Chi məhz bu xüsusiyyətləri, bu keyfiyyətləri sizə bəxş edir, sizdə inkişaf elətdirir. Ona görə gəlin bizimlə məşq eləyin. Məşqlər 7-dən 8-ə kimi keçirilir. Hər səhər, həftə 2-6 gün. Ona görə iş qabağı siz gəlib məşq edib sonra işə gedə bilərsiniz. Heç olmasa həftədə 2 dəfə bizə qoşulsanız çox böyük effekt olacaq. Ona görə Gənclər və İdman Nazirliyi və Milli Elmi Praktiki Reabilitasiya İnstitutu sizi bu açıq məşqlərə dəvət edir. Gəlin bizimlə məşq edin və sağlam olun. İnşallah görüşərik.